Bir tam. Qaldır, xət keşi baxaq. Birləşdir. 24 burada da üstüne koy. Ala işarəni qoy. Bak belə. Ora qoy, hə. İndi ora nöqtə qoy, indi balaca x elə onu. Metranı götür, ora balaca x elə. Ay sağ ol, bunun ortasıdır. Yox, düzdür. Böyle kalmalıyız. İndi Şirkiyozda kəsəcəyimiz yerləri qırmızı ilə xətləyirik. tamam. İndi 5-dən o 2-yə gəlsən. Buradan da bilsən xətləyirik. 2 olanı. 2 içəri gir və 2. 2-dən bax açıya qədər elə. 2 2-dən tutub sona qədər xətləyirik. Qadın köynəyinin ülgüsünü hazırladıq. Bunlar nə üçündür? Bunlar açıq şəkildə olanda arxa boyundur, Aha. qatlayanda ön boyundur. Nə gözəl. Deməli, qatlayanda ön boyundur. Əla. Çertyojumuzla ülgümüz tam üst-üstə uyğundur. Tamam. İndi nə edəcəyik? İndi bunu praktik olaraq həyata keçirəcəyik. Əla. Çertyojumuzda əriş sap istiqamətini tutmalıyıq. Baxın. Çertyojumuzun boyu əriş. Deməli, mən bunu parça üzərində əriş sap istiqamətini parçanın kənarı boyunca qoymalıyam. Mən bunu bu şəkildə qoya bilmərəm. Ancaq bunu bu şəkildə qoya bilirəm. Və bura görürsünüz, qat yazılıbdır. Deməli, qat hissəsinə qoyacağam. Bax, qatı qat hissəsinə. Bu şəkildə. Çəkmək üçün qol dibimizin hündürlüyü kürəyimizin uzunluğunun yarısıdır. O da 46 idi, 23 elədi. Burada isə biz döş dairəmizi qoyuruq. Döş dairəsi Ofeliya xanımda neçə idi? Bu hissədən, çiyinin hündür hissəsindən kürəyimizin uzunluğu arxa tərəfdən neçə idi? 46? 46. 46-nı qoyduq. Kürəyimizin uzunluğunun bitdiyi yerdə hansı ölçünü qoyuruq? Çanağın hündürlük nöqtəsi bir ölçümüz var idi, yadınızdadır. Çanağın hündürlük nöqtəsini bura qoyuruq. Ofeliya xanımda 22 idi. 22 saniyə bu parça həm nazik sintetikdir. Biz model olaraq da boş götürürük. Nə var elimizdə hamısını qoyuruq. Heç bel xətti də götürməyək. Bel xəttini azca vurğulayarıq. Və qol dibindən birbaşa aşağıya düşüb müştərimizin üzərində baxaq. Bir də qolda isə qol dibi vurmayacağam. Qolu buradan 5 sm düşərək çiynindən özündən gəlmə düşük qol eləyəcəm. Buyurun Ofeliya xanım, kəsin.